Hər imperiya öz pulunu daş kimi möhkəm adlandırır. Hər hökumət vədlərinin əbədi olacağını deyir. Amma tarix hər dəfə bunun əksini sübut edir. Romadan Fransaya, Konfederasiyadan müasir Livana qədər dəfələrlə insanlar bir səhər oyanıb görüblər ki, pulları dəyərsizdir. Maaşları heç nəyə çatmır. Gələcəkləri isə güvəndikləri sistemlər tərəfindən əllərindən alınıb. Çöküş nadir bir faciə deyil. Çöküş tarixin adi ritmidir. Əsas məsələ isə onun baş verib verməyəcəyi deyil, baş verəndə özünü necə qoruyacağındır. Biz çox vaxt bankdakı rəqəmlərə, ölkənin valyutasına baxıb düşünürük ki, bunlar sarsılmazdı. Amma pul daş deyil. Pul sadəcə etibardır. Etibar isə bir gecədə yoxa çıxa bilər. Məhz buna görə tarix həm amansızdır, həm də çox dəyərlidir. Hər böhran arxasında bir ipucu buraxır. Hansı sərvətləri qorumaq olar, hansılar isə göz açıb yumana qədər toza çevrilir. Və diqqətlə baxsan görərsən ki, sağ qalanlar heç vaxt ən çox inananlar olmayıb. Onlar hər zaman ilk şübhələnənlər olub. Məsələn, Bizans imperiyasını götürək. Qərb imperiyası çökəndən sonra 1000 ildən çox yaşayan bu dövlətin iqtisadiyyatının ürəyi qızıl solidusu idi. Elə etibarlı bir sikkə idi ki, Avropadan Asiyaya qədər tacirlər onu tərəddüd etmədən qəbul edirdi. Sanki orta əsrlərin qlobal ehtiyat valyutası idi. Sanki Roma dövründəki denariusun faciəsini unutmuşdular. O zaman imperatorlar sikkəni o qədər ucuz metalla qarışdırmışdılar ki, gümüş sikkə əslində tənəkədən ibarət idi. Amma yox, əsrlər sonra Bizanslılar eyni səhvi bu dəfə qızılda təkrarladılar. Solidusun tərkibi gizlincə zəiflədildi, içinə ucuz metallar qatıldı. İlk illərdə heç kim bunu hiss etmədi. Sonralar isə yavaş-yavaş etibarını itirdi. Bütün Aralıq dənizi iqtisadiyyatını ayaqda saxlayan bu sikkə bir anda siyasi bir oyuncağa çevrildi. Devalvasiya onun dəyərini məhv etdi və bununla da Bizans iqtisadiyyatı sabitliyini itirdi. Kim sağ qaldı? Kağız vədlərlə, hökumət fərmanları ilə yaşayanlar yox. Real qızıl saxlayanlar, imperiyadan kənarda torpaq alanlar, yəni dövlətin saxtalaşdıra bilmədiyi şeylərə sahib olanlar. Digərləri isə pullarının necə buxarlandığını sadəcə izlədilər. Tarixin ilk dərsi budur. Dövlətlər həmişə pullarını sulandırır və bu baş verəndə real dəyər, saxtalaşdırıla bilməyən aktivlərə doğru qaçır. Amma bəzi çöküşlər hökümdarların səhvlərindən yox, qəfil tufan kimi gələn hadisələrdən yaranır. 14-cü əsrdə Avropanı qara taun vuranda əhalinin yarısı məhv oldu. Şəhərlər boşaldı, kəndlər yox oldu, ticarət dayandı. Lakin bu faciənin iqtisadi tərəfi daha qarışıq idi. Çünki əhalinin yarısı yoxa çıxdıqda əməyin dəyəri yüksəlir. Sağ qalanlar daha yüksək maaşlar almağa başladı. Bir vaxtlar az olan qida və torpaq insanlar azaldığı üçün birdən-birə daha bol görünməyə başladı. Likvidliyi olan ailələr, gümüşü, malı, yaxud sadəcə işləmək gücü olanlar birdən-birə heç vaxt xəyal etmədikləri bir iqtisadi üstünlüyə sahib oldular. Bir vaxtlar sərvət dəyərində olan torpaqlar indi qəpik quruşa alınırdı. Evlər sahibsiz qalmışdı, tarlalar əkilmirdi və sağ qalanlar alıcı mövqeyində idilər. Covid pandemiyası zamanı da bunun müasir versiyasını gördük. Təchizat zəncirləri dağıldı. Hökumətlər sistemi ayaqda saxlamaq üçün trilyonlarla pul çap etdi. Likvidliyi olanlar aktivlər aldı və daha da varlandı. Maaşdan maaşa yaşayanlar isə geridə qaldı. ABŞ-da ev qiymətləri qalxdı, səhmlər sürətlə bərpa olundu, amma milyonlarla insan kirayəsini güclə ödəyirdi. Tarix bir daha təkrarlandı. Pandemiyalar sərvəti yenidən bölüşdürür. Həmişə belə olub. Qara taundan sağ çıxanlar azlığın gücü ilə sosial nərdivanda yuxarı qalxdılar. Coviddən likvidli ilə çıxanlar isə başqalarının məcburən satdığı əmlakı, şirkətləri və səhmləri topladı. Bu xoş səslənmir, amma doğrudur. Böhranlar ehtiyatı olanları mükafatlandırır, olmayanları isə cəzalandırır. Renesans dövrünün Florensiyasında bankçılığın çökməsi isə başqa bir həqiqəti xatırladır. Çox böyükdür, batmaz. Ən köhnə və ən təhlükəli yalanlardan biridir. 1340-cı illərdə Florensiya Avropanın maliyyə paytaxtı idi. Bardi və Peruzzi kimi bank ailələri kral və imperatorlara böyük məbləğlərdə borc verirdi. Ən fəlakətli borc isə İngiltərə kralı 3-cü Edvard verilmişdi. O borcunu qaytarmadıqda banklar domino kimi çökməyə başladı. Əmanətçilər məhv oldu, ticarət dayandı. Florensiya isə zəngin bir şəhər dövlətdən böhran içində boğulan bir mərkəzə çevrildi. O vaxt adi insanlar bir dərsi başa düşdü.
Böyüklük təhlükəsizlik demək deyil, reputasiya isə zəmanət deyil. Bu dərs əsrlər boyu təkrarlandı. Florensiyadan Lehman Brothers'a, oradan da 2019-cu ildə Livanın bank böhranına qədər. Sağ qalanlar isə həmişə eyni şeyi anlayanlar oldu. Sistemin vədləri yalnız ödənilən günə qədər keçərlidir. Amerika vətəndaş müharibəsi isə daha açıq bir həqiqəti göstərdi. Nə qədər çox pul çap edilsə, pul bir o qədər tez ölür. Şimalın Greenbackləri sürətlə dəyər itirdi. Cənubun Greybackləri isə faktiki olaraq yoxa çıxdı. İnsanlar çantalarla pul daşıyırdı, amma bir çörək almağa belə çatdırmırdı. Sağ qalanlar isə yenə eyni idi. Torpağı, qidası və real dəyəri olanlar. Fransız inqilabı zamanı Assinyatlar da eyni aqibət yaşadı. Hökumət onları dayanmadan çap etdikcə kağız pul tamamilə dəyərsizləşdi. Fermerlər bu pulla qida satmaqdan imtina etdi. Qiymətlər uçdu, çörək qıtlığı qayıtdı. Yalnız qidası, gümüşü və torpağı olanlar sağ qala bildi. 1997-ci il Asiya maliyyə böhranı isə başqa bir dərs verdi. Başqasının valyutasında borclanmaq iqtisadi intihardır. Bax çökməyə başlayanda Taylandın xarici valyuta borcu bir gecədə qat-qat ağır oldu. Qorxu yayıldı və bütün region domino kimi çökməyə başladı. Ən böyük zərbəni isə yenə adi insanlar aldı. Borclar artdı, iş yerləri itdi, illərlə yığılan qənaətlər yoxa çıxdı. Livanda 2019-dan 2021-ə qədər yaşananlar isə bütün bu dərslərin müasir və canlı bir nümunəsi oldu. Banklar bağlandı. İnsanlar öz pullarını çıxara bilmədi. Valyuta 90%-dən çox dəyər itirdi. Orta sinif faktiki olaraq yox oldu. Və ən sərt həqiqət yenidən ortaya çıxdı. Bankdakı pul sənindi. Ta ki, onu almağa icazə verilənədək. Bunlar sənə uzaq görünməsin. 2008, 2020 və 2023-cü illərdə ABŞ-da baş verənlər eyni hekayəni təkrar edir. Sistem yalnız etibar etdiyin günə qədər etibarlıdır. Bəs sistem çökəndə insan nə etməlidir? Tarix göstərir ki, bunun bir tək qızıl formulu yoxdur. Bizansda qızıl. Qara talından sonra likvidlik və ucuz torpaq. Florensiyada çox böyükdü batmaz yalanına inanmamaq. Konfederasiyada real mallar. Fransada qida və daşınmaz əmlak. Asiyada xarici valyutada borcdan qaçmaq. Livanda banklara kör-köranə güvənməmək. Dərslər dəyişir, amma həqiqət eyni qalır. Sağ qalmaq kör inamla yox, real dəyəri hiss etmək bacarığı ilə mümkündür. Və ən maraqlısı budur, çöküş yalnız bir faciə deyil. Hazırlıqsız olanlar üçün məhvdir, amma hazırlıqlı olanlar üçün bir fürsətdir. Qara talından sonra kəndlilər torpaq sahibi oldu. 2008-dən sonra pulu olanlar ucuz evlər aldı. Hər böhran məcburi bir transferdir. Zəifdən güclüyə, qorxaqdan cəsura, kağızdan real dəyərə. Amma sərvət təkcə sahib olduqların deyil, bacardıqlarındır da. Çörək bişirə bilən, alət düzəldən, torpaq əkib becərən, ticarət edə bilən, bir şey yarada bilən insan böhrandan qorxmur. Çünki pul dəyərini itirə bilər, amma insanların ehtiyacları heç vaxt yox olmur. Tarix bizə bir şeyi açıq-aydın öyrədir. Hər böhran bir bölüşdürmədir. Çox inananlardan hazır olanlara. Kağızın ardınca qaçanlardan real dəyəri tutanlara. Passiv gözləyənlərdən aktiv quranlara. Və sonda sual budur. Sabah hər şey çökəndə sən nəyi tutacaqsan? Boş vədləri, yoxsa real dəyəri? Əgər bu sənə yeni bir baxış bucağı qazandırdısa, kanala abunə ol. Tarixin cavabları var. Düzgün yerə baxsan, hamısını görə bilərsən.